Kəpəz Neftçi çempionat oyununa başlayırıq 25-ci tur. Yəni rüsvaçılıq, həqiqətən də rüsvaçılıq, biabırçılıq. Yəni mən bu nəticəyə, bu oyuna ad qoya bilmirəm. Oyun adına 0. Tovuz şəhər stadionunda hərçənd hava gözəl idi, günəşli hava var idi. Yəni məndə şübhə var idi ki, kubok maçında tamam başqa bir Kəpəz və Neftçi gördük. Çempionat oyununda başqa cür olacaq, elə də oldu. Neftçi heç nə eləyə bilmədi. Neftçi adına, yəni son günlərdə biraz o qığılcım, işartı, yüksəliş, oyun baxımından yaxşılığa doğru dəyişiklik. Bu baxımdan biz Kəpəz Neftçi oyununda çempionat maçında heç nə görmədik. Kəpəz əksinə daha yaxşı idi. Bunun nəticəsi olaraq da 1-0 hesablı qələbə qazandı və doğrudan da bax bu nəticəni Neftçi adına rüsvayçı çəkinmədən, ehtiyatlanmadan rüsvayçı ifadəsini yapışdırıram. Biabırçılıqdır, rüsvayçılıqdır. Kəpəzin vəziyyətinə baxırıq, qardaş. Kəpəzin durumuna baxırıq. Kəpəz yəni sonuncu yerdən xilas olmağa çalışır. Cırmaq bir xal ki, mən Səbaldan uzaqlaşım. Sumqayıtı keçim turnir cədvəlində. Və bu 3 xal Kəpəzə hava və su kimi yox, yəni inanılmaz dərəcədə lazım idi. 22-yə çatdırdı Sumqayıtla xallarının sayını bərabərləşdirdi və ən vacibi Neftçini mövsüm ərzində neçənci dəfə məğlub etdi? İkinci dəfə. İkinci dəfə. 4-2, 4-3 idi, 4-2 idi, bir dənə də 1-0. Ona görə də heç bir rahatçılıqdan, keçən səfər verilişdə də səndən danışdım ki, yadındadırsa İsmail dedi ki, bütün hər şey göndərən olacaq. Xiyar əyri bitəcək. Doğrudan da bitdi. Doğrudan da əyri bitdi. Yəni ki, tək bu oyun yox ha, oyunlar baxımından doğrudan da elə maraqlı getdi ki, bu son turumuz. Çempionat baxımından. Sabah Şamaxı danışacağıq. Ay sağ ol. İndi oyunlara keçəcəyik. Yəni fikirləşəsən deyəsən ki, məsələn, Neftçi kubokda keçdi Kəpəzi, bəlkə futbolçular rahat idilər ki, elə udmuşuq, rahat şəkildə komandanı da tanıyırıq, zəif cəhətlərini, üstün cəhətlərini analiz edirlər oyundan qabaq. Və yadındadırsa mən sənə bir söz demişdim. Kəpəzin birinci oyundan sonra Kəpəzin mövcud heyətlə, büdcə ilə, futbolçularla kuboka yanaşması başqa cür olacaq çempionata. Gördünüz, bax kubokda bildilər ki, maksimum gedə bilməyəcəklər. Yalandan güc, enerji itirməyə dəyməz. Zədəsi var bunun, cəzalısı var. Çempionata köklənək burada xalları qazanaq. Burada növbəti dəfə Neftçini uddu. Orada da yəni orada məşqçinin məsələn işi görsənir. Orada o məşqçi verdiyi tapşırıqları futbolçular meydansada necə yerinə yetirəcəklər. Bax bu iş görsənir ortalıqda. Hansı ki bizə bax boğuluruq suyun içində, okeanın ortasındayam. Axırıncı elə bil mənə kimsə o kömək olur, batırsan şey kimi Titanikdəki o Roza, nədir? DiCaprio batır elə bil. Gəlir kimsə beləsən, durğuzur belə səni çıxardır suyuna da kimsə belə belə eləyirsən. Orada Roz sən keçən dəfə dedim axı. Orada düzdür. Bax, söhbət ondan gedir ki, qardaş, heç bir rahat oyun yoxdur. Yadıma sal. Getməyəcək rahat. İndi var Roz Ya sən lazım idi bu. Mən deyirəm, birçok burada. Rozun yeridir. Rozun. Yəni deyirsən havası kimi lazım. Roz sözünü deyəndə bu dəyişir də. Bu yəni bu adam özdə sən də yəni sözün yaxşı mənasında bir böyük qardaş kimi sənə deyirəm. Mən nəsə deyir demə onu. Almaniya Bundesliqanın ən məşhur aktyorları kimi yəni görünürsən sən bu gün. Mən təəccüblənmərəm səndən arasında. Hə, bilirsiniz, komanda hücuma gedəndən sonra ya, das ist fantastik, ya. Diqqətlə baxdım. Yəni dedim indi qanunçu zad çıxardacaq. Var, bunda var, qanunda var. Sən elə deyirsən ki, elə danışırsan. Estağfurullah. Özü oruç tutubdu bu. Allah qəbul eləsin. Allah razı olsun. Mən nəsə söz dedim, yəni porno aktora dedim oxşayırsan da. Oymursan, oxşamayım, qardaş. Mən elə özüm. Azər Bağırov amir. Demə də bunun yanında Rozun komandanın yəni uşaqlar meydançada elə cırışırdılar, elə vuruşurdular. Valla oyunun statistikasına belə baxası olsan, təsəvvür elə ki, düz deyil top faizindən tutaq ki, belə də Neftçi topla biraz daha çox görsənir, amma qapıya zərbələrə bax. Qapıya zərbələrə baxırıq. Elə oyunun gedişatı. Kəpəz vurub 5 dənə bu. Udar Ramkaya çərçivəyə zərbə 5-3. Qapçı səhvi 4-3, 4 Neftçidə, 3 Kəpəzdə. Buraxılan qolda da Rızanın kobud səhvi var idi. O məhəllə futbolunda olur. Rıza bax gəncdir. Yaxşı qapçıdır. Nə olur da? Milli komandamızın qapçısıdır.
dəstək olmaq lazımdır. Bunu özümüzə borc bilirik. Amma o epizodda uşaq səhvinə yol verdi. O məhəllədə o əli bişən uşaqlar olur. Deyirsə əlin bişib sənin. Ay sağ, pişik yeyib əlini. Pişik yeyib əlini. Yəni söhbət isə Topu gördünüz belə qapçıya yaraşmayan hərəkətlərlə yadda qaldı buraxılan topda. Yəni belə elədi. Olur da, olur, olacaq da. Amma yəni olur. Elə də düşəcək. Bu fon kimi qapçı paçasının arasında, ayaqlarının arasında o qədər toplar buraxır ki. Ola bilsin nə Topu səhvləri. Bu fonun uşaqlığı yadımdadır. Liga çempionluqda kim idi o qaqaş? Atdı benzin ayağını qoydu, getdi girdi qapıya. Sonra birinin bel vurdu əlinə də. Karius, Loris Karius. Harda durur o? 7 yaşı var idi. Atası zəng elədi mənə bu fonun. Aha. Dedi ki, bu uşağı deyir, futbola vermək istəyirik. Hansı uşağı? Bu fonun atası. Məndən yaşıddır. Aha. Məndən 2 bayram məndən böyüdür. Balaca vaxtı sənə yığdı ki, bu fonu futbola qoymaq istəyirik. Nə deyirsən, Alik? Onu verdi sualı sənə. Yoxsa nə deyirik? Kimin üçün təkrarlayırsan? Mən bilmirəm söhbətlərdən gedir. Mən burada bundan danışdım, sən bu fon deyirsən. Sən yenidən deyim. Yenidən tüm cümləni başlayayım. Zəhmət olmasa. Deməli, bayaqdan İsmail deyir ki, Kəpəz fikirləşdi ki, çempionatda umud yoxdur. Bəli. Ona görə kubokda yoxdur, bəli. Yönəldi çempionata, bəli. Sən suplyorsan, yox. Ağzıva diqqət elə. Sən bu Zuloy burada olur, deyəsən, bizim yanımızda olur, ləqəb verir Zuloy. Yox, mən mübahisə eləyərdim, çünki əslində belə baxanda, yəni Kəpəz başa düşür ki, Neftçi ilə oynaya bilir. Neftçiyə qalib də gələ bilir. Hətta bu 4-3lü qələbə də var idi. Yəni 4 dənə gol da vura bilərəm. Məncə Kəpəz daha məqsədə uyğun olardı ki, kubokda eləsin, var gücünü kuboka atsın. Niyə? Mən deyim niyə? Mən başa salım. Yəni burada nəsə ehtimal var ki, o biri mən Neftçini keçirən polfinala çıxıram Sabaha qarşı. O biri polfinalda da, yəni hamımız bilirik də, bütün komandaların bir dənə baş ağrısı var, Qarabağ. Bəli. Qarabağ varsa, yəni ikinciliyə oynayırsan. Amma şans var ki, orada Araz Naxçıvan Qarabağı ikinci polfinalda keçir. Və Araz, mən də buradan Sabahı keçə bilsəm, başa düşürəm, ammalarla danışırıq. Amma yenə də bu yəni verayətnost. Ehtimal var. Yəni bu ehtimal varsa, yəni bundan istifadə eləmək lazım idi. Neftçinin hədəfi nədir? Çempionatın başını buraxıblar. Maksimum şəkildə xalların sayını artırmaq və yuxarı pillələrə yaxınlaşmaq. Amma əsas hədəf nədir? Avropa kuboklara ən yaxın yol kubokdur. Neftçi öz büdcəsini, heyətini nəzərə alır və köklənib kubok. Onlar mən bir sual verim sənə, İsmail. Bu mümkün deyil indiki vəziyyət. Mən sənə sual verə bilirəm. Bir dənə sual verə bilərəm. Qardaşım, indiki vəziyyəti nəzərə alsaq, kubokda Qarabağ oynaya Neftçi necə deyə bilər ki, mən kubokdan getmək istəyirəm? Qardaş, sən Qarabağla finalda qarşılaşırsan, bir oyundan ibarətdir və bir oyunda da hər bir şey mümkündür. Niyə görə indiyə qədər mümkün olmayıb? Neçə ildir? Şimdi o demək deyil ki, sən əlvi qolvu salasan, variant yoxdur, yanı var. Məğlubiyyətlə barışasan ki, Qarabağ var və salam. İndi mən dediyim suala cavab verirsiniz. Niyə görə bəs o biri komandalar əllərini aşağı salıb deməlidir ki, mən kubokda məğlubiyyətlə... Qardaş, heç kim də əlini salmır aşağı. Kəpəzin büdcəsi, mövcud durumu onu deməyə əsas vermir ki, mən paralel şəkildə çempionatla yanaşı kuboku da köklənə bilərəm. O əslində İsmail köklənir. Mənə bax. Həm kubokda da oynayır Kəpəz. Həm burada da oynayır Kəpəz. Qardaş, mən oynayıram, mən komandan futbolçuyam. Mənə rəhbərliyim gəlir deyir ki, sən oynayırsan Neftçi ilə kubokda. Düzdür? Qardaş, mərhələni keçsən 2-1-ə, çıxardıb futbolçuların nəzərdə 5000 manat premiya verirəm. Çıxıb oynamayacaq futbolçu. Oynayacaq. Sən reallıqla barışmaq ki, onsuz da keçəməyəcəm. Bunu keçsəm buradan qabağımı təzədən Qarabağ alacaq. O demək deyil ki, mən əlimi salım elə aşağı, mən ancaq çempionata yönəlmişəm. Sağ olun, mən getdim. O şey də var.